Salam, hörmətli həmkarlar. Bu gün ARTEN keçirdiyi sertifikasiyaya hazırlaşan müəllimlər üçün sınaq imtahanına baxacağıq inşallah. PDF eləyən müəllimlərin Allah köməyi olsun. Hazır PDF var əlimizdə. İnşallah bunun üzərində izah edəcəyik. Birincisi, hərəkət düz xətli olan 3 cismin koordinat zaman qrafikləri verilmişdir. Uyğunluğu müəyyən edin. Baxan kimi görürük ki, birinci cisim x ox istiqamətində hərəkət edir. Sürətin proyeksiyası sıfırdan böyükdür, müsbətdir. İkinci cisim hərəkət eləmir, sürət sıfırdır. Üçüncü cisim isə x oxun əks istiqamətdə hərəkət eləyir, sürətin proyeksiyası mənfidir. Cisim x ox istiqamətində hərəkət eləyir. Cisim x ox istiqamətində hərəkət eləyir, birinci. A variantı birinciyə. Cisim x oxun əks istiqamətində hərəkət eləyir, üçüncü. B variantı gedir üçüncüyə. Cisim sükunətdədir, İkinciyə C variantı. Sürətin proyeksiyası müsbətdir. Birinci x oxun istiqamətində hərəkət etdiyinə görə sürətin proyeksiyası müsbətdir. Sürətin proyeksiyası mənfidir. Çünki x oxun əks istiqamətində hərəkət eləyir. 1-ə AD, 2-yə C, 3-ə BY. AD, C, BY. Düzgün cavab C variantı. İkinci sual. X oxu ilə düz xətli bərabər təcili hərəkətdən cisim başlanğıc koordinatın x0-ın 30 olduğunu verir. Gəlin sadəlik üçün koordinat sistemi seçək və cisim başlanğıc koordinat x0 30-un üzərindədir. Proyeksiya zamanlı asılıq qrafik verilmişdir. 10-cu saniyənin sonunda cismin koordinatını tapın. Əvvəlcə gəlin bunun təcilini tapaq. A bərabərdir. Bu hissədə bütün kəmiyyətlər verilib deyin. Təcili buradan tapa bilərik. V çıxaq V0 bölünsün T'dir. 12 çıxaq 0 bölünsün delta T deyək burada. Delta T isə 6'dır. Yəni təcil edir 2. Təcilin 2 olması üçün burada başlanğıc sürət -8 olmalıdır. Yəqin ki, bunu hər birimiz bilirik. Çünki V bərabər T'dir. İndi görək cisim əvvəlcə x oxun əks istiqamətində neçə metr yol gedibdir. S bərabərdir. Gedilən yol qrafikin altında qalan fiqurun sahəsidir. 8 vıraq 4 bölünsün 2 eləyəcəkdir 16 metr. Yəni başladığı 30-dan başlayıb x oxun əksinə 16 metr yol gedirsə, gəlib koordinat olaraq x-in üzərində, yəni x gəlib 14-ün üzərində olacaqdır. Yəni burada x oxun əksinə 16 metr yol gedir. Hal-hazırda burada 14-ün üzərindədir. Sonra cisim x oxun istiqamətinə keçir. Hərəkət istiqamətini dəyişir x oxun istiqamətinə və qrafikin bu hissəsində isə gedilən yol 2 desək, ikinci hissədə gedilən yol isə 12 vıraq 6 bölək 2. Yəni 36 metr yol gedəcəkdir. İndi cisim 14-ün üzərindədir. Hal-hazırda 36 metr yol gedəndə yəqin ki, gedib 50-nin üzərində olacaqdır. Çünki 14-ün üzərində və 16 metrdə yol gedəndə 50-nin üzərində olacaq. Ən sadə yolu məncə budur. Düzgün cavab C variantı. Çevrəcə bərabər sürətli hərəkətdən gedir söhbət. A bərabərdir 4pi kvadratı R bölünsün T kvadratı düsturundan gedəcəyik. Qrafikin 1-dən 2 hissəsində 1-dən 2-yə period sabitdir, təcil artır. Baxın, əgər period sabit, təcil artırsa radius da artmalıdır. Ümumiyyətlə, period sabitsə, bu düstura görə, ifadəyə görə, period sabitsə, təcillə radius bir-birindən düz mütənasib. Baxırıq ifadələrin içində təcillə bir-birindən düz mütənasib olan iki variant var. Təcillə radiusun düz mütənasib asılı olduğu. Qrafikin 2-3 hissəsində isə təcil periodla tərs mütənasibdir. Əgər təcil periodla tərs mütənasibdirsə, onda çevrən radius sabit olur. Qrafikin 2-3 hissəsində isə çevrən radius sabit olan düzgün cavab B variantıdır. Növbəti sual. Kütləsi 200 kiloqram olan bu yelkəni sürtünməsiz səthdə sükunətdədir. Üfüqi istiqamətdə əsən küləyin təsiri ilə yelkən 4 saniyə ərzində 6 metr bölü saniyə sürət çatdırır. Ümumiyyətlə, yelkənə təsir edən qüvvə F bərabərdir MA-dır. Və sükunət alınan da küləyin təsiri ilə sürət alırsa, bu zaman təcil yaranır. V çıxaq V0 bölünsün T, əvvəlcə sükunətli idi. Olacaq da 6 bölünsün 4, deməli təcil olur 1,5. F bərabərdir, kütlə 200 kiloqramdır, vıraq 1,5, bu da eləyəcək 300. Düzgün cavab A variantı. Növbəti 5-ci suala gəldik. Bloklar sistemi vasitəsilə şaqil istiqamətdə sabit 2 təcillə qaldırılan cismin kütləsi. Söhbət tərpənən blokdan, daha doğrusu polispasdan gedir. Sistemə baxsaq görərik, sistem qüvvədə 2 dəfə qazanc verir. F bərabərdir M bölünsün 2, J üstə gələk A tərpənən blokda
ipin ucuna tətbiq olunan qüvvə bu ifadə ilə təyin olunur. 60 bərabərdir. Kütləni bizdən soruşur. Bölünsün 2. J 10'dur. Üstəgələk A. Buradan da tapırıq ki, deməli 120 bərabərdir. M vuraq 12. M deyir 10 kiloqram. Düzgün cavab C variantı. Yer səthindən hansı nöqtə kosmik gəmiyə təsirin ağırlıq qüvvəsi yer səthindəki qiymətindən 16 dəfə azdır. Ümumiyyətlə, kosmik gəmiyə təsirin ağırlıq qüvvəsi yer səthindən hündürlüyə qalxanda J, M bölünsün R plus H kvadratı. F'in 16 dəfə azalması üçün yəqin ki, hər birimiz bunu bilirik. H bərabərdir 3R olmalıdır. Düzgün cavab C variantı. 7-ci sual. Cisim yer səthindən 30 metr bölü saniyə sürətlə şaqül yuxarı atılmışdır. Əvvəlcə biz tapırıq ki, T qalxma bərabərdir. V0 bölünsün J. Yəni, T qalxma eləyir 3. T qalxma 3 eləyir. Bizə isə 4-cü saniyənin sonunda cismin yer səthində olan hündürlüyünü soruşur. Deməli, əvvəlcə tapırıq ki, qalxma müddəti 3 saniyədir axı. Görə 3 saniyə cisim hansı maksimal hündürlüyə qalxar? Tapırıq ki, 10 vuraq, 3-ün kvadratı bölünsün 2. Deməli, cisim yer səthindən 45 metr maksimal hündürlüyə qalxdı. Amma bizdən soruşur 4-cü saniyə. 3 saniyə qalxıbsa, deməli cismin də 1 saniyə düşməsini tapacaq. 1 saniyədə düşür. Cisim sərbəst düşəndə, yəqin ki, bunu da hər birimiz bilirik ki, sərbəst düşəndə 1 saniyə 5 metr yol və yaxud da yer dəyişmə gedir. İndi bu zaman yerdən olan hündürlüyü neçə olacaqdır? Olacaqdır 40 metr. Çünki 45 metr qalxır, 5 metr sərbəst düşür. Niyə 5 metr götürür? Çünki 3 saniyə qalxma müddətdir. 4-cü saniyə deyirsə, deməli düşmənin də 1 saniyə olduğunu görə yerini götürəcəyik belə. Cavab D variantı. Sərtliyi 5 kN bölünsün metr olan yayın 90 N qüvvənin təsirində mütləq uzanmasını tapın. Mütləq uzanma x bərabərdir. F bölünsün K ifadəsi ilə müəyyən olunur. F 90'dır. K 5 vuraq 10 üstü 3'dür. Bu da eləyəcək 18 millimetr. Düzgün cavab Y variantı. Növbəti sual. Çəkisi 500 N cisim üfüqi səthi üzərində 200 N qüvvənin təsirlə dartılır. Dartı qüvvəsi bərabərdir. Sürtünmə mü vurulsun P. 200 N qüvvə ilə dartılır. Sürtünmə misalı çəkisi 500 N'dur. Buradan da münü tapsaq olacaq 200 bölünsün 500. Bu da 0,4 edir. Düzgün cavab B variantı. Kütləsi 10 kg cisim 100 N qüvvənin təsirlə mail müstəvici hərəkət etdirilir. Bu təzyiq hesabı. Cisim yuxarı dartılırsa, bunun aşağı çəkən paralel toplanan və sürtünmə qüvvəsi. Hər ikisi aşağı yönəldiyindən F dartı çıxaq, F sürtünmə üstəgələk F paralel toplanan bərabərdir MA. F dartı qüvvəsi 100 N'dur. Birbaşa yazaq, çıxaq. Sürtünmə qüvvəsi mü M 10 kiloqramdır. J mü mj kosinüs alfa vurulsun 0,8 mötərizənin içindədir bu. Üstəgələk mj sinüs alfa 10 vuraq J 10'dur. Sinüs alfa 0,6 bərabərdir 10 vurulsun A. Deməli, bu eləyəcəkdir yəqin ki 16. Bu eləyəcəkdir 60. Burada 100 var idi. Mötərizə içində olsa daha yaxşı olar. Bərabərdir 10 aya. 100 çıx 76 qalır 24. Bərabərdir 10 aya. A da bərabərdir 2,4. Burada bəzi müəllimlər yanlışlıqla A bərabərdir müj ilə gediblər. Təcil tapmaq üçün 0,2 vurulsun 10. 2 yazıblar. Burada nəyə diqqət eləmək lazımdır? Düzgün cavab burada 2,4 idi. Burada nəyə diqqət eləmək lazımdır? Bu zaman olur ki, cisim mail müstəvidə sürüşür. Düz xətli hərəkətdən cismin impulsun zamanla asılı tənliyi verilibdir. P bərabərdir 20 üstəgələk 8T. Biz də impulsun tənliyin P bərabərdir P0 üstəgələk FT olduğunu bilirik. Deməli, qüvvə 8-dir. Əvəzləyici qüvvə var. Cisim bərabər yeniləşən hərəkət edir. Şaqül yuxarı istiqamətlə 0,2 kg kütləcinin uçuş müddəti 6 saniyədir. Əgər cismin uçuş müddəti 6 saniyədirsə, deməli cismin qalxma müddəti neçədir? 3 saniyədir. Uçuş müddəti 6 saniyədirsə, biz bilirik ki, qalxma müddəti düşmə müddətinə bərabərdir. Yerə nəzərə maksimal potensial enerjisini tap. Tapaq görək yer səthindən hansı maksimal hündürlüyə qalxar? JT kvadratı bölü 2'dir. 10 vuraq 3'ün kvadratı bölünsün 2. Deməli, cisim yer səthindən 45 metr maksimal hündürlüyə qalxar. Potensial enerji də mgh olduğuna görə 0,2 vurulsun 10 vurulsun 45. Bu da eləyəcək 90 joule.
Növbəti sualımız 0,4 kilovat saatı işə çevirin. Deməli 0,4 kilo 10 üstü 3'dür. Bir saatımızda 3600 saniyədir. 36'nı 4'e vuranda sonda 24, 12, 14. Düzgün cavab C variantı olacaqdır. Çox axıra qədər yazmıram. Deməli bölündə yəqin ki yanında bunun 3 0 və 4 0 olacaqdır. Bəli. Növbəti sual. Birinci kran yükü H hündürlüğe 5 saniye. İkinci kran ise eyni yükü həmin hündürlüğe 2 saniye qalsa kranların gücünü tap. Biz bilirik ki güc M bərabərdir A bölünsün T'dir. A, M, J, H bölünsün T'dir. Məsələn şərtinə fikir versək görərik ki eyni yükü və həmin hündürlüyə. Yəni bizdə yalnız güc, mühərrikin gücü yalnız zamanla asıllığıdır. Deməli, məsələn şərtindən də düsturdan da baxanda görürük ki, güc zamanla tərs asılıdır. Yəni N2 bölünsün N1 bərabərdir. T2 bölünsün T1 olar. Yəni 2 bölünsün 5. Bu da eləyir 0,4. Düzgün cavab Y bəndi. Faydalı işi 180 joule, faydalı iş əmsalı 90% olan mexanizmlə də yükü qaldırmaqla görülən tam iş hesablayın. Biz bildik ki, faydalı iş əmsalı bərabərdir A faydalı bölək A tam vurulsun 100%. Deməli, faydalı iş əmsalı 90%dir. Bizdən tam işi soruşur. Faydalı işi 180 joule'dur, vurulsun 100. Burada da ixtisar gedəndə qalacaqdır tam iş 200 joule. Düzgün cavab B variantı. Növbəti sual. İpə bağlanmış cisim harmonik rəqs edir. Cismin təcilinin maksimum olduğu anda hansı fizik kəmiyyət sıfıra bərabər olar? Biz bilirik ki, təcil rəqs edən cismin tarazlıq vəziyyətindən kənar nöqtələrdə, bu hissələrdə təcil maksimum olur. Təcil maksimum olan yerlərdə də sürət, impuls və kinetik enerji hər biri sıfıra bərabər olur. Bizdə də impuls verilir. Düzgün cavab Y variantı. Şəkildə tezliyi 5 Hz olan N'də dalğa təsvir edilmişdir. Dalğanın yayılma sürəti. Biz bildik dalğanın yayılma sürəti V bərabərdir lambda nüdür. Məsələdə lambda verilməyib, amma dalğanın şəkli verilibdir. Biz bildik ki, bu hissədən bir rəngi bunu dəyişək, qırmızı ilə deyək. Biz bildik ki, bu hissədən bu hissəyə qədər olan məsafə bir dalğa uzunluğudur. Rəqsin bir periyod ərzində yayıldığı məsafədir. Və bu da damalar saysaq 1 dama, 2 dama, 3, 4 dama, 5, 7, 8 damadır. Hər damada 5-dirsə, deməli dalğa uzunluğu olacaqdır 40 desimetr. Metrə çevirsək 4 olar yəqin ki. 4 vurulsun 0,5 o deyəcək 2 metr bölünsün saniyə. Düzgün cavab B variantı. 18-ci sual. Suyun göstərdiyi təzyiq qüvvələri arasında hansı münasibət var? Biz bildik ki, təzyiq qüvvəsi PS-dir. P də rho, J, H bıraq S-dir. Deməli, birinci qabı yazsaq, rho'dur, J'dir, H'dir və 2S olacaqdır. İkinci qabı yazsaq, rho'dur, J'dir, H bölünsün 2 və 1S'dir. Buradan da baxanda görürük ki, F1 bərabərdir 4F2-yə. Deməli, birinci, ikincidən 4 dəfə çoxdur. Düzgün cavab B variantı. Növbəti kütləsi 12 kiloqram olan cisim həcmin yarısı suya bataraq üzür. Əgər cisim mayedə üzürsə, Arximed qüvvəsi mc-yə bərabərdir. İstəyirsən burada yarısı batsın, istəyirsən 4də 1 batsın. Heç bir fərqi yoxdur. Yəni düzgün cavab 120 Newton. Pascal bölünsün joule. Pascal biz bilirik ki, Newton bölünsün metrin kvadratıdır. Joule'un isə Newton vur metr olduğunu bilirik. Burada Newtonlar ixtisar gedir. Qalır 1 bölünsün metrin kubu. Bu isə bizə konsentrasiyanı verir. Düzgün cavab C variantı. Növbəti sual. Verilmiş kütləli ideal qazın təzyiqinin temperaturun asılılıq qrafiki təsvir olunmuşdur. Grafikin AB və BC hissələrində qazın həcmi necə dəyişir? Mendeleyev Klapeyron tənliyi yazsaq, PV bərabərdir M bölünsün M vurulsun RT. Grafikin AB hissəsində təzyiq sabitdir, amma temperatur artır. Təzyiq sabit, temperatur artırsa, deməli həcm də artacaqdır. AB hissəsində həcm artır. Həcm artar 2 variantdadır. Qrafikin BC hissəsində isə təzyiq temperaturdan düz mütənasib asılıdır. Əgər təzyiq temperaturdan düz mütənasib asılıdır, onda həmin hissədə həcm dəyişməz. Düzgün cavab D variantı. Növbəti sualımız 22-ci sual. 1-2-3 təsvir olunmuşdur. 1-2 prosesində daxil enerji 20 kilocal artarsa. Gəlin əvvəlcə 1-2 hissəsinin daxil enerjisinə baxaq. Daxil enerjinin düsturun 2-də 3 PV olduğunu bilirik. Bizim məsələdə isə həcm sabit dediyim V0 delta P olacaqdır. Yəni 2-də 3 vuraq V0 vuraq 2P0.
Buradan tapırıq ki 3 P0 V0 bizə məsələnin şərtində verilibdir 20 kilojol. 20 kilojola bərabərdir. Keçirik qrafikin 2-3 hissəsini tapmağa. Burada isə izobar prosesi olduğuna görə görürsünüz ki izobar prosesdir. Təzyiq 3P0'dır. Delta V isə burada 3V0'dır. Bu isə olacaqdır. Deməli 9 böl 2. 4,5 vurulsun 3 P0 V0. Niye böyle yazdım bunu? Bu hissələrdə 4,5. Çünki bizim məsələdə 3 P0 V0 20 yazmışıq yuxarıda. 3 P0 V0 20'dirsə 4,5 vuracaq 20'yə. O da eləyəcək yəqin ki 90 kilojol. Bərabərdir 90 kilojol istəyik miqdarı ayrılacaqdır iki hissəsində. Daha doğrusu daxil enerji dəyişəcəkdir. Mayen qaynama temperaturu necə artırmaq olur? Biz bilirik ki mayen qaynama temperaturu iki halda dəyişə bilir. Bir, mayenin növünü dəyişməklə, ikinci atmosfer təzyiqini. Artırmaq üçün də mayenin üzərində olan xarici təzyiqi, yəni atmosfer təzyiqi artırmaq lazımdır. Xarici təzyiqi artırmaq, mayenin səthindəki xarici təzyiqi artırmaq, bəli, düzgün cavab C variantı. Uzunluğu 2 metr, en kəsin sahəsi 2 cm kvadratı olan məftildən kütləsi 500 kg yük asılmışdır. Mütləq uzanmasını hesablayın, yük modulda verilir. Deməz biz bildik ki, mexaniki gərginliyin bir düsturu F bölünsün S-dir. Mexaniki gərginliyin bir düsturu epsilon Y-dir. F bölünsün S bərabərdir epsilon Y-yə. F mg'dir, bölünsün S bərabərdir epsilon Y. Bizdən buradan mütləq uzanmanı soruşur. Epsilon əvəzinə delta L bölək L0 yazarıq. Bizdən delta L soruşduğuna görə bərabərdir. Deməli, S y'yə bölünür, mg və L0. Bərabərdir. Kütlə 500'dür. Yəqin ki, bura çatmaz. Aşağıdan yazım, üzürü sayın. Deməli, kütlə 500'dür. J 10'dur. İlk uzunluğu 2 metrdir. Bölünsün. En kəsin sahəsi 2 cm kvadratı da olacaq. 2 vuraq 10 üstü mənfi 4 metrin kvadratına çevirəcəyik. Yük modulda 2 vuraq 10 üstü 11'dir. Burada necə eləyəcəyik? Deməli, 2 ilə 2 xısar gedəcək. Mən həmişə abituriyentlərimə demişəm. 2 ilə 2 xısar gedəndə sonunda 5 bölü 2 qalır. Çox vaxt aparmırıq. 5 bölü 2, 2,5 ilə başlayır. Sıfırlara da baxsaq, bəli, 0,25 eləyəcək. Səthi gəlmə əmsalının səthi gəlmə qüvvəsini, ümumiyyətlə səthi gəlmə əmsalı sabit cəmiyyətdir. Temperaturdan asılıdır, bir dəyişə bilir. Bir də temperatur artanda azalır yəqin ki, bunu bilirik. Düzgün cavab D variantı. 26-cı sual. Elektroskopun iş prinsipinə əsaslanır. Elektroskopun qolları bir-birinə ya itələnir, ya yığılır, ya açıla bilir. Burada elektroskopun qollarının yükləri həmişə eyni olmalıdır. Bir-birini cəzb etmə yox. Elektroskopun ümumiyyətlə bir qolunun yükü müsbət, bir qolunun yükü mənfi ola bilməz. Eyni işarəli yüklərin bir-birini dəf etməsidir və yüklər arasındakı qarşılıqlı təsir, yəni ya cəzb etmə ola bilər, ya itələmə. Düzgün cavab B variantı. Növbəti 27-ci sualda müsbət Q yükü bir cisim elektrik sahəsində hərəkət etdirilir və uyğunluğu soruşur. Deməli, buranın müsbət, buranın mənfi olduğunu biz bilirik. Yük A nöqtəsindən B nöqtəsinə özü də hərəkət edən müsbət yükdür. Müsbət yük A nöqtəsindən B nöqtəsinə hərəkət edəndə ən sadə yolu yük bərabər yeniləşən hərəkət eləyir. Burada bərabər yeniləşən hərəkət elədiyinə görə birinci hissədə görülən iş müsbətdir. Sahənin gördüyü iş müsbət birinciyə A variantı gedəcək. BC hissəsində iş görülməyəcək, çünki ekvipotensiallı səthdir. Potensiallar bərabər olan səthdə BC hissəsində iş görülmür qrafikin. Növbəti, indi qulaq asaq, bir dəqiqə baxaq. Deməli, iş əgər müsbətdirsə, əgər hərəkət zamanı görülən iş müsbətdirsə, biz bildik ki, iş də əks işarə ilə götürülmüş potensial enerjinin dəyişməsinə bərabərdir. İş müsbətdirsə, orada potensial enerji də azalır birinciyə, həm də D variantı gedir. C-dən D isə gələndə yük sahənin əksinə, proton sahənin əksinə hərəkət etdirilir. Burada görülən iş olur mənfi və potensial enerji də artır. Yəni C variantı. C-A hissəsinə baxdıq, hamısına varmı? Y variantı, yükün potensial enerji dəyişmir. Bəli, iş görülməyən yerdə də potensial enerji dəyişmir. Y variantı. A, D, B, Y və C. Düzgün cavab A variantı. Yükləndikdən sonra sabit gərginlik mənbəyinin ayrılmış
Kondensatorun intensivlik düsturu Y bərabərdir U bölünsün deyə bu qoşulmuş üçündür. Əslində buradan baxanda görmək olur. Ayrılmış üçün onun əvəzinə yerinə Q bölünsün S yazırıq. S-ni də açsaq epsilon 0 S bölünsün D. Q'de də var idi burada. D'lər ixtisar getdi. Deməli intensivlik asılı deyil. Yəni düzgün cavab C variantı. 29-cu sual. Kondensatorun gərginliyin 10 yükünün asılılıq qrafiki verilmişdir. Grafikin A nöqtəsinə uyğun elektrik sahəsinin enerjisinin kondensatorun enerjisindən gedir söhbət. Q bölünsün 2. Yəni 8 vurulsun 50 bölünsün 2. Bərabərdir. Bu deyir 400 bölünsün 2 bərabərdir 200'e. Burada 200 milli kulondu olacaq. 200 bırak 10 üstü mənfi 3. O da düşür 0,2. Növbəti 30-cu sual. Mis naqilin en kəsiyin sayəsini dəyişmədən naqilin müqaviməti rho L bölü S-dir. En kəsiyin sayəsini dəyişmir, amma uzunluğunu 2 dəfə artırır. Onda müqavimət 2 dəfə artar. Düzgün cavab A variantı. Verilmiş elektrik dövrəsində A1 ampermetrin göstərişi 4 amperdir. Şəkildə diqqətlə eləsək bu hissəyə, şəklin bu hissəsinə baxsaq, görərik ki, yuxarı hissənin müqaviməti 2, aşağı hissənin müqaviməti isə 4 ümumi müqavimət. Deməli, buradakı cəryanlar bir-birindən 2 dəfə fərqlənəcək. Biz bilirik ki, cəryan şiddəti müqavimətlə tərs asılıdır. Yəni, aşağı hissəsində müqavimət 4 ohm olduğuna görə, aşağı hissəsinə keçən cəryan, yuxarı hissəsinə keçən cəryandan 2 dəfə az olacaqdır. Buradan 2 amper cəryan keçəcəkdir. O zaman A2 ampermetrin göstərişi 6 amper olar. Çünki 4 amper yuxarıdan 2 amper aşağıdan keçsə, deməli bu ampermetrdən 6 amper cəryan keçir. Düzgün cavab B variantı. Qapalı dövrə faydalı şəmsalını hesablayın. Bizim bir dənə faydalı şəmsalı düsturu var. R bölək R vurulsun R plus R. Yəni yuxarı hissənin ümumi müqaviməti eləyir 9 bölünsün 9 üstə gələk 1 vurulsun 100. Bu da bərabər eləyir 90%. Düzgün cavab Y variantı. Euler-Venn diaqramına uyğun bəndləri qeyd edin. Qazlar adi şəraitdə elektrik cəryanı keçirmirlər. Qazlar bir qazlara gedir. Adi şəraitdə elektrik cəryanı yaxşı keçirirlər. 2 elektrolitlərə gedir. Yük daşıyıcıları müsbət və mənfi iyonlar var və bir də sərbəst yük daşıyıcılar var. Biz bilirik ki, bunun hər üçü qazlarda yük daşıyıcılardır. Yəni qazlar müsbət və mənfi yüklü iyon və elektronlardır. Hər üçü qazlara gedə bilir. Amma eyni zamanda 4-dən 5 həm də elektrolitlərdədir. Elektrolitlərdə müsbət və mənfi yüklü iyon və elektrondur. Deməli 4-dən 5 hər ikisinə getdiyinə görə 4-dən 5 ortaya gedir. 3 isə gedir qazlara. Səhv eləmədimsə düzgün cavab 1, 3, 4, 5 və 2. D variantıdır yəqin ki. Konturdan keçən maqnit seli 2 saniyə ərzində 36 milliveberdən 0-a qədər azalır. Konturun müqaviməti 6 ohm olarsa induksiya cəryanını hesablayın. Bizim induksiya cəryanı var, bir dənə I bərabərdir. Deməli delta fi bölünsün R vurulsun T. Delta T. Yəqin ki, bu ifadəni hamı bilir. Delta F 36 10 üstü mənfi 3 bölünsün müqavimət 6 və 2 saniyə ərzində bizə deyir 12 36 ilə ixtisar gedəndə 3 milli amper düzgün cavab C variantı. Növbəti sual bir cism maqnit sahəsi induksiya xətlərinə perpendikulyar istiqamətdə daxil olan yüklü zərrəciyin sürəti artanda. Biz bilirik ki, zərrəciyin fırlanma periodu və tezliyi 2 pm bölünsün QB-dir periyod. Periyod və tezlik heç biri sürətdən asılı deyil. Amma Lorentz qüvvəsi F Lorentz bərabərdir QBV-dir. Sürət artanda Lorentz qüvvəsi artar. Yalnız bir düzdür burada. Yəni növbəti sual 36-cı sual. Hansı faydalar doğrudur? Maqnit sarğacı yaxınlaşdığında sarğaçdan keçən induksiya xətlərinin sayı artır. Bu o deməkdir, maqnit seli artır. Maqnit seli artırsa orada induksiya cəryanı yaranır. Yəni düzgün cavab 1 və 4 B variantı. Sarğacın induktivliyini və ondan keçən cəryan şiddətini 2 dəfə azaldanda maqnit sahəsinin enerjisinin düsturu L kvadratı bölü 2-dir. İnduktivlik 2 dəfə azalır, cəryan şiddəti 2 dəfə azalır. Cəryan şiddəti kvadratik olduğuna görə, cəryan şiddətinə görə 4 dəfə, induktivliyə də görə 2 dəfə, deməli cəmi 8 dəfə azalmış olur. Növbəti rəqs konturunda yük qanunu ilə dəyişir. Elektrik tutumu olursa kondensatorun elektrik sahəsinin enerjisini hesablayın. Kondensatorun elektrik sahəsinin enerjisi Q kvadratı bölünsün 2-sidir. Daha doğrusu Q maksimum kvadratı. Çünki maksimal enerjini soruşur. Q maksimum 0,2'nin kvadratı bölünsün 2 vuraq 4 milli farad.
Bu da eləyəcəkdir 0,04 bölünsün 8 10 üstü mənfi 3. Yəqin ki bu da olacaq 5 ilə düzgün cavab A variantı. Növbəti sual. Elektromagnet dalğası vakuumdan mühitə keçəndə, ümumiyyətlə istənilən bir dalğa bir mühitdən başqa mühitə keçəndə o dalğanın periodu tezliyi dəyişmir. Eyni zamanda vakuumda sürət ən böyük olduğuna görə, vakuumdan mühitə keçərkən sürət 2 dəfə azaldığına görə dalğa uzunluğu da 2 dəfə azalar. Düzgün cavab D variantı. Aktiv müqavimət dəyişən cərəyan dövrüsünün cərəyan şiddəti zamanı asılı qrafikli gərginliyin amplitude qiymətini tap. Aktiv müqavimət üçün cərəyan şiddətinin maksimum qiyməti U maksimum bölünsün. Məsələdən bizdən gərginliyin amplitude qiyməti soruşulur. Bərabərdir I maksimum vurulsun R'dir. Məsələdə I maksimum 4'dür. R isə 20 eləyəcək 80 volt. Düzgün cavab C variantı. Növbəti sual. Cisim müstəvi güzgüdə alınan xəyalı biz hamımız bilirik ki, mövhümidir, düzünədir, özü boydadır. Bu da yalnız 2 uyğun gəlir. Növbəti sual 2F. Yəqin ki, həm toplayıcı linzada, həm də çökük güzgüdə bilirik ki, əgər 2F-dən keçərək linzanın üzərinə işıq şüası düşərsə və 2F-dən də geri qayıdacaqdır. Yəni, düzgün cavab neçə idi burada? 3. Növbəti 43-cü sual. Linzanın fokus məsafəsi. Linzanın fokus məsafəsi linza bir toplayıcı linzadan gedirsə söhbət deyək ki, bir cihazda onun fokus məsafəsi xəyal məsafəsindən asılı deyil. Yəni, necə olur olsun, o fokus məsafəsi dəyişməz. Növbəti sual difraksiya qəfəsinə aiddir. Biz difraksiya qəfəsini bilirik ki, maksimumlar şərt. Ümumiyyətlə, difraksiya qəfəsi üçün D sinus fi bərabərdir. Kaliyamda yazırıq. 2 dəfə yaza bilərik bunu əslində. Fərqi yoxdur, ayrı-ayrı da tapmaq olar. Bir nöqtəsində qəfəs periyodunu tapsaq, sinus fi 1'dir. Yəni, bu hissə üçün əvvəlcə tapaq. Bərabərdir. Məsələnin şərtində neçənci tərtib deyil? Birinci tərtib. K 1'dir, dalğa uzunluğu 600. Buradan biz tapırıq ki, dalğa uzunluğu 600 nanometrdir. Eyni dalğa uzunluğunda indi ikinci şərtə görə dalğa uzunluğunu taparıq. İkinci şərtə görə qəfəs periyodunun əvəzinə 600 nanometr yazırıq. Elə nano yazıq gəlin, cavabda çünki belədir. Sinus fi 0,5'dir. Bərabərdir. K birinci tərtibi idi, vurulsun lambda. Deməli, 600'də daha doğrusu 0,5'ə vuranda yəqin ki 300 nanometr eləyəcək. Düzgün cavab C variantı. 15 volt potansiyeldə fərqini keçən alfa zərrəcinin kinetik enerjisini tap. Alfa zərrəcinin potansiyel enerjisi, kinetik enerjisi QU'dur və alfanın yükü elektron yükünün 2 mislinə bərabər olduğuna görə 15 volt potansiyellər fərqini keçirsə 2 vıraq 1,6 vıraq 15, bu da eləyəcək 30 və 48 ilə düzgün cavab A variantı. Növbəti udulan foton enerjisi. Foton enerjisi veribdir 4 elektron volt, kinetik enerjini veribdir 3 elektron volt. Foton tezliyi 2 dəfə artanda əvvəlcə yazırıq. Foton enerjisi bərabərdir A çıxış üstə gələk Y kinetik. Foton enerjisi 4'dür. Əvvəlcə çıxış için müəyyən eləyəcək. Burada kinetik enerji 3 idi. Deməli, çıxış için 1 elektron volt olduğunu tapdıq. Növbəti halda bir də foton enerjisinə gəlin, buna H ilə yazaq. H bərabərdir A çıxış 1 idi. Üstə gələk Y kinetik. İndi bizdə foton tezliyi 2 dəfə artanda, yəqin ki enerji 2 dəfə artacaq. Əvvəlcə foton tezliyi 4 idi, indi oldu 8. Enerjisi 4 elektron volt idi, oldu 8. Yəqin ki çıxış dəyişməməlidir. Kinetik enerji olur 7. Düzgün cavab A variantı. Hidrogen atomunun enerjisi -13,6 olan əsas haldadır. İkinci, enerji səviyyəsində hidrogen atomunun iyonlaşma enerjisi nəyə bərabərdir? Biz bildik ki, hidrogen atomunun iyonlaşma enerjisi Y bərabərdir -Y0 bölünsün N kvadratıdır. Birinci səviyyədən ikinci səviyyəyə keçəndə hidrogen atomunun iyonlaşma enerjisi ikinci səviyyəyə keçirsə 4 dəfə azalmış olur. 13,6'ını da 4'ə böləndə enerji səviyyəsində hər halda bu var. 12, 1,6'ını da 4'ə böləndə düşəcəkdir 4. Yəni 3,4 düzgün cavab B variantı. Növbəti sual. Lityum nüvəsinin xüsusi rabitə enerjisi. Xüsusi rabitə enerjisinin düsturunu bilirik ki, xüsusi rabitə enerjisi bərabərdir. Rabitə enerjisi bölünsün nuklon. Bizdən rabitə enerjisini soruşur, bərabərdir. Xüsusi rabitə enerjisi vurulsun A. Bu da bərabərdir. Deməli, xüsusi rabitə enerjisi 7 və A da 7 də olur. 7Y. Düzgün cavab Y variantı. Növbəti
49-cu sual elementar zərrəciklərin qeydə alınması hansı cihazdan istifadə olunur? Biz bilirik ki, Wilson kamerasıdır, qabarcıqlı kameradır və Heyger sayğacıdır. Hər ikisi yüklü, hər üçü yüklü zərrəcikləri qeyd etmək üçündür, amma burada Wilson kamerası var, qabarcıqlı kamera yoxdur. Eyni zamanda Heyger sayğacı da var. Faydalı şəmsəli 30% olan avtomobil mühərrikini sərf etdiyi benzinin kütləsindən asılılıq qrafiki verilmişdir. Avtomobilin sürəti verilir. Dartı qüvvəsini hesablayın. Deməli, faydalı şəmsalı bərabərdir. A faydalı bölək burada ayrılan istilik miqdarı ilə yazacaq bunu. Çünki yanacağın sərf elədiyi, mühərrikin sərf elədiyi enerjidir. Faydalı şəmsalı bərabərdir. İstilik miqdarına QM yazırıq. Faydalı şəmsalına MG H yazırıq. Vurulsun 100%. H-ın da əvəzinə bərabər sürətlə hərəkət etdiyinə görə VT yazacaq. Olacaq faydalı şəmsalı bərabərdir. MG VT bölünsün M vurulsun, Q vurulsun 100%. Neyse mən səhv elədim bir dəqiqə. Üzr burada F-i soruşur deyin. F-in əvəzinə MG yazmayacaq. Deməli FH olacaqdı burada. H da VT-dir. İndi bizdən soruşur F qüvvəsini. Birbaşa yerinə yazsaq elə 30% bərabərdir. F qüvvəsini soruşur. Ya da gəlin tapaq. Heç belə yazmayaq. Rahat olsun. F bərabərdir. Faydalı şəmsalı vurulsun, kütlə vurulsun, yanacağın xüsusi yanma istiliyi bölünsün, VT vurulsun 100%. Faydalı şəmsalı 30%dir. Məsələdə kütləni 3,6 saatı zamanı 1 götürsək, kütlənin əvəzinə 3,6 zaman 1 saat diqqətli olmaq lazımdır. Burada saatın əvəzinə 3600 yazacaq. Q 46 megajouldur. 46 vuraq 10 üstü 6. Bölünsün V məsələdə 23 verilibdir. T 3600 saniyədir və vurulsun 100. Şifahi olaraq tez olsun deyin ixtisar aparsaq burada 23 ilə 46 ixtisar gedəcək, qalacaq 2. Sonda burada 36 olacaq, 36'lar da ixtisar gedəcək söhbət. Sonda 3 vuraq 2 olacaqdır. Yəni cavab 6 ilə gələcək. O da 600 eləyəcək. Çünki 4-0 buradan ixtisar aparsaq, 4-0 da yuxarıdan aparsaq, sonda olacaqdır. 3 vurulsun 200 olacaq. O deyir 600. Belə bu qədər. Biraz sürətli danışdım. Ümid edirəm ki, nəysə bir xeyir oldu sizə. Baxıb dinləyib sonda kanala abunə olmağı unutmayın. Sağ olun.